Qaraçuqurda yaxşı ərazidə sizə 3 otaqlı kürsülü həyət evi göstərim, bağlı bağçalı. Paket kupçadır, 3 sotdadır. 12 daş kürsüdür. Navesi var burada şey. Giriş hissədə girdim, belə ayaqqabıza çıxartmağa bir şey yığılıb. Bundan sonra əsas evin qapısıdır. Evin qapısından girəndə hamam, tualetdir, kuxnadır, 3 dənə də otaq. İndi bir göstərəcəm. İşıqlar avtomatdan yandıraq şey. Bax, sağ tərəfdə bir dənə belə otaqdır. İstiliyidir, çəkilər bir şey var. Kosmetik təmir ehtiyacı. Amma qiyməti çox münasibdir. Yəni belə kompakt ev tapmaq bu dəqiqə çətin məsələdir. Bax, bu da bir yataq otağıdır. Bax, girdiyimiz zal idi. Taxta poldur. Bu da 3-cü otaqdır. Həyətin arxa tərəfində göstərəcəm sizə. Bu da kuxnasıdır. Bir dənə də çöldən çəkim, baxın bax. Orada hamam tualet var. Buradan gəlirsən, böyük tərəfdə yeri var. Burada da podval var, kürsüsü hündürdür deyə. Yəni, yaşayışsız evdir, baxıma ehtiyacı, podvalsız. Belə deyəm, 20 min, 15 min pul vursan, kuxla kimi olur. Bu da arxa tərəfidir. Arxa tərəfidir. Hündür ərazidədir, Qaraçuqurdadır, yaxşı yerdədir. Qar yağış yağsa da, yəni buranın basan deyil də, hündür ərazidir. Yola marşruta da uzaq deyil, yaxşıdır məsafəsi. Qiymət də, bax qiyməti deyirəm, bu qiymətə tapmaq biraz çətindir. Qiymət də bax, bu evi görürsünüz. 3 otaq, orta təmircilik yaşaya bilərsən. 145 min sonunu deyir. Paket kupçada, ipoteka da gedir. 12 daş kürsüdür, 6 podvaldır. Burada çəkmədim mən, bax, müştəri var idi. Amma tualeti də var burada. Bu kombi bağıdır. Tualetidir. Əlaqə saxlayın, gəlin, baxın. 145 bağlı bağçalı ev.